Məsələ 6. Parisdə Eyfel qülləsinin hündürlüyü 300 metrdir. Qüllə tamamilə dəmirdən hazırlanmışdır və ona 8000 tona qədər dəmir işlənmişdir. Əgər Eyfel qülləsinin ancaq 1 kiloqram ağırlığında dəqiq dəmir modeli hazırlanmış olsaydı, həmin model hansı hündürlükdə olardı? Deməli, Eyfel qülləsi hansı dəmirdən hazırlanıbsa, onun modeli də 1 kiloqram həmin materialdan hazırlanır. Bu, bizə həndəsədən məlum olan oxşarlığa gətirilən məsələ olur. Çünki burada biz bilirik ki, həndəsədən V1 bölək V2 2 fiqurun həcmləri nisbəti onların hündürlüklərinin nisbətinin kubuna bərabərdir. Və eyni materialdan hazırlandığından V1 bölək V2 də elə M1 bölək M2 olar. Onda M1 bölək M2, yəni onların ağırlıqları nisbəti hündürlüklərin nisbətinin kubuna bərabərdir. Və burada deyilir ki, 300 metrdir hündürlüyü, H1 300'dür. 8000 ton bərabərdir 8000 vuraq 1000 kiloqram olur. Bu da bərabərdir 6 dənə sıfırdan ibarət olur. Götürüb burada yerinə yazsaq, olacaq 8000, bu da maketinki də 1 kiloqramdır. Olacaq 8000 də 200'ün kubudur. Deməli 200 bölək 1'in kubu yazmaq olar. Maketin kütləsi 1 kiloqram, 800, deməli burada alındı 8 milyon, o da 200 binin 200'ün kubudur. Bu bərabər olacaq H1 300'dür, 300 bölək H2 bizə lazımdır, maketin hündürlüyü. Kublar bərabər olduğundan 200 bölək 1 bərabər oldu 300 bölək H2. Buradan da H2 bərabərdir. 300 bölək 200. Bu da bərabərdir 1,5 metr. Beləliklə Eyfel qülləsinin 1 kiloqramlıq eyni materialdan hazırlanmış modelinin hündürlüyü 1,5 metrdir.